Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Qızıl Elmadır. Xoş izləmələr. Qızıl Elma Türkiyənin Baykar firması tərəfindən hazırlanmış, radara az görünən reaktiv mühərrikli pilotsuz döyüş təyyarəsidir. Yəni Qızıl Elma POA deyil, təyyarədir. Qızıl Elma üçbucaq formalı təyyarə qanad dizayninə və ön hissədə kanarda sahibdir. Həmçinin onun mühərriki reaktiv turbofan mühərrikidir. Təyyarənin uçuş sürəti 0,6 Mach təşkil edir. Bu da saatda 730 km çatır. Maksimal sürəti isə 0,9 Mach-dır. Təyyarə 0,9 Mach sürətinə afterburnerli mühərriklə çata bilir. Həmçinin Qızıl Elma pilotlu döyüş təyyarələri kimi manevr qabiliyyətinə də malikdir. Təyyarənin əməliyyat radiusu 900 km-dir. Əməliyyat hündürlüyü 25.000 fut, maksimal uçuş hündürlüyü isə 45.000 futa qədərdir. Təyyarənin havada qalma müddəti isə 3 saatdan çoxdur. Bu müddət POA-lara nisbətən çox aşağı görünə bilər, amma nəzərə alsaq ki, Qızıl Elma POA deyil, təyyarədir. Təyyarələr də havada saatlarla qalıb kəşfiyyat aparmır. Çünki həm buna yanacağı çatmır, həm də ehtiyac yoxdur. Döyüş təyyarələri əməliyyatını yerinə yetirib geri qayıdır. Bu havada qalma müddəti təyyarələr üçün tam yetərlidir. Tam yüklü halda havaya qalxma çəkisi 8 ton yarımdır. Təyyarənin silah yükünün çəkisi 1,5 tondur. Qızıl Elma daxili silah bölməsinə malikdir. Təyyarə tam stealth rejimində silahlarını daxili bölməsində daşıyır. Gizliliyin lazım olmadığı əməliyyatlarda isə çöl askılarında da daşıya bilər. Qızıl Elmanın silahlanmasına həm havadan havaya, həm hava-yer sursatları daxildir. Qızıl Elma həm hava əməliyyatları apara bilir, döyüş təyyarələri daxil, müxtəlif hava hədəfləri ilə mübarizə apara bilir, həmçinin hava-yer əməliyyatları da apara bilir. Təyyarənin avionikalarına elektro-optik hədəfləmə sistemi və AESA radarı daxildir. Qızıl Elma AESA radarı ilə təchiz olunacaq və beləcə o döyüş təyyarələrini də vura biləcək. Qızıl Elma ilk uçuşunu 2022-ci ilin dekabrında həyata keçirib və hal-hazırda test mərhələsindədir. 2026-cı ildə 10 ədəddən çox Qızıl Elma təyyarəsinin istehsalı planlaşdırılır. Və həmçinin Qızıl Elma təyyarəsinin Türkiyə hava qüvvələrindən sonra Azərbaycan hərbi hava qüvvələrinin də silahlanmasına veriləcəyi gözlənilir.